Hər keçən gün bizi prezident seçkilərinə yaxınlaşdırır. Artıq seçkilərə 3 ay qalıb. Demokratik Qüvvələrin Milli Şurasından, Yeni Azərbaycan Partiyasından bir sıra müstəqil şəxslərdən namizədlər var. Obyektiv TV sorğu apararaq vətəndaşlardan müxalifətin namizədinə, iqtidarın namizədinə, yoxsa bir tərəf namizədə səs verəcəklərini soruşub. Prezident seçkilərində müxalifətin namizədinə, iqtidarın namizədinə, yoxsa bir tərəf namizədə səs verəcəklərini? Heç birini. Mənim yaşımın çoxu gedib azı qalıb. Nə seçkilə? Onu qoy cavanlara sual verin, onlar cavab versin. Yəqin ki, hamı sülh tərəfə şey verər də, səs verər. Seçkilərdə Rüstəm İranbəyovə səs verəcəm. Bilirsiniz, iqtidarda indi irəliləyiş tam nəzərə çarpır. Mənim üçün iqtidar, müxalifət dəxli yoxdur. Kim olur olsun. Hökuməti, milləti irəli aparsın, milləti parlaqlaşdırsın. Millətimiz ən azı heç olmasa dünya dövlətlərinin millətləri kimi yaşasın. İlham Əliyevə idmana yaxşı baxdığına görə, idmançılara böyük qayğı göstərdiyi üçün biz bir məşqçi kimi onun tərəfdarı yox. İlqar Məmmədov namizədliyini geri götürəcəksə Vahid Namizədin xeyrinə Vahid Namizədə verəcəm, yoxsa belə İlqar Məmmədova. Seçkilərində müxalifətin namizədinə, iqtidarın namizədinə, yoxsa bir tərəf namizədə səs verəcəksiniz? Hələ fikirləşirəm. Vaxtımız var. Biz prezidentə verəcəyik səs. İlham Əliyevə. Bir tərəf namizəd. Hələ fikirləşməmişəm o barədə. Xaricdə olacaq seçkilər ərəfəsində. Fikirləşəcəm, namizədə verəcəm. Daha doğrusu layiqli namizədə. Mən bunu açıqlamaq istəmirəm. Bu mənim öz seçməyim. Qatmıram. Prezident seçkilərində müxalifətin namizədinə, iqtidarın namizədinə, yoxsa bir tərəf namizədə səs verəcəksiniz? Çətin sualdır, amma hər halda mən prezidentə səs verəcəm. Vallahi hələ qərar qəbul eləməmişim. Yeni Azərbaycan Partiyası xanım, biz başqa namizəd görmək istəmirik. Bir tərəf. Kimdən xoşum gəlsə ona? Bir tərəf. Mən heç kimə səs verəndə olum. Onların heç birinə mən qarışmıram. Hələlik bir tərəf. İştirak eləməyəcəm. Heç birinə. Mən iqtidarın namizədinə, cənab prezidentimiz İlham Əliyevə səs verəcəyəm. Mən həmişə bütün məsələlərdə bir tərəfim demək olar ki, seçki məsələsində də. Mən şəxsən indiki prezidentin seçilməsinə razıyam. Seçki haqqında yəni o qədər problemim var ki, beynimdə bir konkret cavabım yoxdur. Hansı yaxşıdır ona görə sərfəli olar. Mən hələ çox barədə fikirləşməmişdim, siz mənə müraciət elədiniz. Baxaram, namizəd hansı yüksək səviyyədə olarsa ona səs verərəm. Heç birini. Hələ dəqiq məlumatım yoxdur, kimdir, kimdir. Ona görə bir söz deyə bilmirəm. Bir tərəf. İqtidarın namizədi. Valla mən siyasətə qarışmıram. Hələ fikirləşərik də ona, vaxta var. Prezident seçkilərində mən səs verməyəcəm. Vallahi o işlərə o qədər dəqiq bilmirəm. Yalan deyirəm. Mən hələ prezident seçkilərinə hazır deyiləm, sözün düzü. Amma səs verəcəyim adam da biraz yəni gizli formadadır. Hələlik bunu mən açıqlaya bilmərəm. Mən bir tərəf yəqin verərəm. Heç birinə səs vermirəm, qızım. Valla çalışacaq ki, prezidentə səs verək. İqtidara səs vermək fikrim var. İqtidara. Əlbəttə iqtidarın namizədliyini. Onu qoy gəlsin, onu da bilərik vaxtında. Hər halda iştirak eləməyəcəm. Hələ düşünməmişdim o haqda. Yəqin ki, iqtidar olar. Kim ləyaqətlidirsə də ona. Allah hansı yaxşı yol açacaq bizim üçün, onu qismət eləsin. O olsun bizim baxarıq. Başımızın üstündə ağamız. Nə bilim, mən gənə həmişəki kimi İlham Əliyev öz prezidentimizə. Başqa adam bizə lazımdır. Mən hələ fikrimi aydınlaşdırmam, bilmirəm. Seçkilərdə müxalifətin namizədinə səs verərsiniz, iqtidarın yoxsa bir tərəf namizədə? Bir tərəf namizədə. Yəqin ki, bir tərəf olar. Hər halda Mehriban xanım olsa Mehriban xanımla səs verəcək. İqtidarın namizədinə. Müxalifətdə elə bir adam yoxdur ki, bu respublikanı idarə edə bilsin. Heç kimin, heç birini xoşlamıram. Görək hansı yaxşı fəaliyyət göstərsə, indi ona səs verərik. İqtidarın ancaq. Mən hələ deyəməm. Yeni Azərbaycan Partiyası. Mənim fikrimcə mən prezidentə səs verəcəm. İqtidara. Kim mənim ürəyimdə var, ona səs verərəm. Bir tərəfə.
Prezidentimizin tərəfdarıyım mən. İqtidarın namizədinə. Seçki ilə aram yoxdur mən. Ona görə ki, düzgünlük, təmizliyi yoxdur. Seçki gərək özün verəsən. Bizlik duyaq olur. Nasıl olacaq?